Dördüncü məsələdə deyir ki, polioqramın tərəflərinin uzunluğu 3 və 5 sm-dir. Bir dənə polioqram çəkirik. Kiçik tərəf 3, qarşı tərəflər bərabərdir. Böyük tərəf 5-dir. İti bucağın tənböləni böyük tərəfi hansı parçalara ayırır? İti bucağın tənböləni. Tənbölən bölündüyü bucağı yarı bölür. Kəsilmiş hissədən qarşı tərəfə paralel bir xətt çəkirik. Deməli, bu bucaq da tənbölən olduğuna görə bərabərdir. Bərabər tərəflər qarşısındakı bucaqlar da bərabərdir. Həmçinin bərabər bucaqlar qarşısındakı tərəflər də bərabərdir. Bu tərəfdə 3 olar. Qalan hissə 2. 3 bölünsün 2.